Haqlı mı olmaq istəyirsən, yoxsa xoşbəxt mi olmaq istəyirsən? Daha çox gələn cütlüklərimə verdiyim sual budur. Niyə? İndi sizlər üçün də səbəbini açıqlayacağam. Qoy izləyənlər üçün də fərqindəlik olsun. Daha çox mübahisə ərəfəsində tərəflər bir-birinə gözlədiyi nədir bir-birindən? Dinlənmək, anlaşılmaq, başa düşülmək. Əslində fərqində deyil ki, bu düşüncə ilə edilən mübahisənin altında yatan əsas kök inanc özünü qarşı tərəfə isbat etməkdir. Və bunu edərkən də bir aqressiyaya insan büründüyü üçün qəlb qırılır, münasibət zədələnir. Halbuki tərəflər anlasa ki, bizim normal münasibətdə qarşı tərəfə özümüzü isbat etməyə ehtiyacımız yoxdur. Sadəcə bizim anlaşılmağa ehtiyacımız var. Bunun üçün də biz öncə duyğularımızı kənara qoyaraq bu anlaşılma istəyimizi qarşı tərəfə çatdırmalıyıq. Və nə baş verəcəkdir? Tərəflər bir-birini dinləyərək, mübahisəni kənara qoyaraq öz problemlərini həll etməyə çalışacaqlar. Ən böyük əngəliniz, xoşbəxt olmaqda ən böyük əngəliniz ciddiliklər. Haqlı olmaq istəyidir və bunun uğruna etdiyiniz davranışlardır, çabalarınızdır. İndi düşün, haqlı mı olmaq istəyirsən, xoşbəxt mi?